Esselamu Aleyküm izləyicilər. Bundan öncəki video dərslərdə ərəb əlifbasını təşkil edən hərfləri öyrəndik. Artıq bir neçə dərs qarışıq hərflər üzrə dərslərimiz olacaq. Biz burada öyrəndiyimiz hərfləri qarışıq formada nəzər salıb tapmağa öyrənməyə çalışacağıq. Bu sual-cavab şəklində də olacaq, test şəklində də, şəkil və ya cədvəl tapşırıq tipli formada da olacaq. Gəlin başlayaq. Bu video dərsi sual-cavab formasında olacaq. Deməli, ekranda sualları görürsünüz. Bu sualları videoya saxlayaraq cavab verməyə çalışın və daha sonra cavablara baxaraq özünüzü yoxlayın. Birinci sualımızı oxuyaq. Qalın hərflər hansılardır? Videonu saxlayın və cavabı verməyə çalışın və daha sonra cavaba baxın. Cavab: Xa, Sad, Dad, Da, Va, Qayn, Qaf. Qeyd edim ki, Ra hərfi də qalın hərflərdəndir, lakin Ra hərfi bəzən qalın, bəzən də incə oxunduğu forması da var. Ona görə Ra hərfini burada qeyd eləmədik. İkinci sual: özündən sonra heç bir hərfə birləşməyən 6 hərf hansılardır? Hansı ki, bu 6 hərfin yalnız 2 cür yazışı var. Cavab: əlif, dəl, zəl, ra, zə, vav. Üçüncü sual: boğazın ortasını sıxmaqla tələffüz edilən hərflər hansılardır? Cavab: hə, ayn. Dördüncü sual: məxrəci dilin ortasını damağa yaxınlaşdırmaqla tələffüz edilən hərflər hansılardır? Cavab: cim, şin, yə. Beşinci sual: ərəb əlifbasında ən çətin tələffüz edilən hərf hansıdır? Hətta bəzən ərəb dilini bəzən o hərfin adı ilə adlandırırlar. Cavab: dad. Yəni bəzən ərəb əlifbasını bu çətin hərfin tələffüzünə görə bəzən dad dili də deyirlər. Altıncı sual: həm incə, həm də qalın xüsusiyyəti daşıyan hərflər hansılardır? Bu hərflərin sayı 2-dir. Əslində bayaq bunlardan birini qeyd elədim. Diqqətli olun. Cavab: ra, ləm. Əksər hallarda ra hərfi qalın, bəzən incə oxunur. Ləm hərfi isə əksinə əksər hallarda incə, bəzən isə qalın oxunur. 7-ci sual: pəltək hərflər hansılardır? Cavab: fə, zəl, va. Bunlardan ikisi incə hərfdir, yalnız sonuncu qalın hərfdir. 8-ci sual: məxrəci dilin ucunu alt dişlərin arxasına toxundurmaqla tələffüz edilən hərflər hansılardır? Cavab: zə, sin, sad. 9-cu sual: hə hərfinin məxrəci ilə eyni olan hərf hansıdır? Cavab: ayn hərfi. Növbəti video dərslərdə qarışıq hərflər üzrə testlərimiz olacaq. Kanalı izləmədə qalın. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalanı bilsinlər. Esselamu Aleyküm.